Salam aleyküm. Son vaxtlar səfərlərdə çox olur, ona görə video çəkə bilmirik. Belə səfərlərdə olmuşkən dedik, buralardan da videolar çəkək. Kitaydır bura, Qazaxıstan tərəfə yaxın. Yəni, burada qoyunçuluqla məşğul olurlar bu şəkildə, bordaq. Yəni, yem hissəsi bu şəkildə. Hündürlüyü çox yaxşıdır. Böyük ehtimal ortasında izolyasiyası da var. Yəni, bu qabaq tərəf olan hissəsini qışda buranı çadırla bağlayırlar. Yəni, özü belə bir şey düzəldiblər, çox qəşəng. Yəni, bura bağlı olur. Yəni, çünki burada qışda minus 20-30 dərəcə soyuqlar olur bu şəkildə. Yəni, yayda buranın çox isti olur. Yəni, ona görə belə açırlar. Ya maşallah olsun, Allah bərəkət versin. Burada əsas heyvanlara bu Uyğur türklər çox baxır, Qazaxlar baxır. Sağ olsun, icazə verirlər çəkməyə. Bunlar hardasa 4 yaşlı qoçlardır. Yəni, bunu damazlıq kimi saxlayırlar bu şəkildə. Yəni, yeri çox yaxşıdır, qurudur. Maşallah, çox qəşəng. Yem olaraq əsas pambıq çiydin oxşuyur. Qarışıq. Soruşaram, maraqlanaram, görüm. Çünki bunlarda dana bordağında 400-500 kilodan deyir aşağı heyvan kəsmir, yəni. Həmişə dediyimiz kimi heyvan soyuqdan xəstələnməz, yəni. Sadəcə yeri quru olsun. Sifaziniyak tutmasın. Bir də ki, önündə həmişə yem olsun. Əksinə biz heyvanların yerini çox isti eləyirik. Həm də çox bağlayırıq hər tərəfini. Bu da elə heyvanın kökəlməyinə təsir eləyir. Burada maraqlıdır ki, heyvana arpa vermirlər. Əsas qarğıdalıdır. Qarğıdalını üyüdürlər. Qarğıdalını üyüdürlər bu şəkildə. Bu qarğıdalını ilə samanlı deyək də belə xırda doğrayırlar. Ot olaraq bunu verirlər əsas. Eyni qaydada simişqadır. Bir də pambıq tumu. Pambıq tumu, yəni bunlarda bordaq bu qaydadadır. Konak, pambuk, mau simişke. Simişqa? Mau bir tonna. Bir tona? Bir tonnaga 1 kilogram. 1 kilogram. Bir tonnaga 1 kilogram. Mau qo'rsoqdagi qurt bor. Kurtlar üçün, ha? Ha, kurtlar. 1 tonna yemge 1 kilogram aralashtirasiz da. Ha, tamam. Bilim qildimmi men? Yonca az verirlər. Yonca az. Çox az verirlər. Atqa ko'p beradi. Bu qaydada 6 aylıq quzunu 6 aylık kozunu 3 ayda 6 aylık kozunu 3 ayda 70 kilogram. Jivoy 3 ay. 70. 90 gün. 35 kilo ətdə belə deyək. Bizdə də normalda yəni 6 aylıq quzunu bordaq elib belə yəni 25 kilo adətən belə kəsirdik. Endi kala firmaga baramız.